Salam hər kəsə. Mövzumuz Azərbaycanda radiasiya, günəşli saatlar və yağıntının paylanmasıdır. Əvvəlcə radiasiyadan başlayaq. Azərbaycanda radiasiyanın illik miqdarı 120-160 kilokalori böl kvadrat santimetr arasında dəyişir. Bu rəqəm təbii ki, Naxçıvanda maksimuma çatır. Yüksək dağlığında xüsusilə Naxçıvan yüksək dağlığında radiasiya maksimumdur. 152-160 kilokalori böl kvadrat santimetrdir. Daha sonra isə onun araz boyu düzənliklərindədir. 148-150 kilokalori böl kvadrat santimetr. Çür ərazidə 128-132, buna 130-135 də deyə bilərik. Kilokalori böl kvadrat santimetrdir. Orta dağlığa doğru radiasiya miqdarı azalır. Nəyə görə azalır? Çünki orta dağlıqda buludluq çox olur. Buludluq çoxdursa, deməli radiasiya az olacaq. 120-124 kilokaloriyə qədər enir. Orta dağlıqdan yüksək dağlığa doğru isə buludluğun azalmasına bağlı olaraq radiasiya yenidən artır. İndi xəritə üzərində baxaq. Dedik Azərbaycanda ən çox radiasiya harda idi? Naxçıvanın yüksək dağlıq ərazilərində. Nə qədərdir? 150-160 kilokalori. Daha sonra Naxçıvanın düzənlik ərazilərində. Burada nə qədərdir? 145-150 kilokalori. Deməli, Naxçıvan yüksək dağlığı, sonra Naxçıvanın araz boyu düzənlikləri çoxdan aza doğru düzürük. Sonra Böyük Qafqazın, Kiçik Qafqaz və Talış dağlarının yüksək dağlığı, baxın, 5 və 4 rəqəmlərinə işarələnib 140, 145, 135, 140 kilokaloridir. Daha sonra isə Kür-Araz balığıdır. Deməli, Azərbaycanda radiasiya çoxdan aza doğru necə oldu? Naxçıvan yüksək dağlığı, Naxçıvan araz boyu düzənliyi. Sonra Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarının yüksək dağlığı, sonra isə Kür-Araz balığı. Ən az hardadır? Dağətəyi və Orta Dağlıq ərazilərdə. Niyə? Çünki buludluq çoxdur ona görə. Deməli, məsələn, bizə xətt versə ki, məsələn, burdan, Şirvandan, məsələn, 5-ə doğru, yan sisliyə doğru radiasiya miqdarı necə dəyişir? Baxın, elə buna bənzər var burada qrafik göstərəcəm. Əvvəlcə radiasiyanı götürəcək 130-dan başlayır, daha sonra Orta Dağlığa doğru 120-yə qədər düşəcəyik, daha sonra isə yenidən 140-145-ə qədər artırmalıyıq radiasiyanı. Deməli, Böyük Qafqaz və Kiçik Qafqaz dağlarına doğru radiasiya 130 civarından başlayır, Kür-Arazdan başlayırsa əgər. Daha sonra Orta Dağlığa doğru 120-yə qədər azalır, burada da azalır. Daha sonra Yüksək Dağlığa doğru yenidən artır. Baxın. Məsələn, C-dən D-yə nöqtə qoyub, C-dən D-yə 130-dan başlayır, Orta Dağlığa doğru 120-yə qədər enir, daha sonra yüksək dağlıqda yenidən artır. Həmçinin A-dan B-yə xətt qoyub. Bu xəttdə də 130-dan başlayırıq, yəni Abşerondan başlayıb da burada. 130-dan başlayırıq, Orta Dağlığa doğru radiasiya azaldı, yüksək dağlığa doğru yenidən artdı. Deməli, radiasiya Azərbaycanda düzənlikdən Orta Dağlığa doğru azalır. Nəyə görə azaldı? Çünki buludluq çoxdur. Daha sonra yüksək dağlığa doğru buludluğu azaldığına görə radiasiya yenidən artır. Daha sonra bu harda fərqlidir? Talış dağlarında. Talış dağlarında fikir verin, Lənkərandan dağa doğru çıxırsan, radiasiya arta-arta gedir. Niyə belədir? Çünki burada yağıntıda da bu fərqi görəcəyik birazdan. Çünki İran üzərindən tropik hava kütləsi gəlir, yəni isti hava axınları gəlir bura. Ona görə də burada buludluq azalır. Yüksək dağlıqda buludluq azdırsa, deməli radiasiya miqdarı yenidən artır. Deməli, bir dənə Talış dağlarında qrafik bu formada gedəcək. Yəni radiasiya azdan çoxa doğru, dağa doğru qalxacaq. Amma Böyük Qafqaz, Kiçik Qafqaz dağlarını versə, radiasiya orta dağlığa doğru azalıb, yüksək dağlıqda yenidən artacaq. Belə. Bu oldu radiasiya. Naxçıvanın yüksək dağlığı, Araz boyu düzənlik. Böyük Qafqaz, Kiçik Qafqaz, Talışın yüksək dağlığı, sonra düzənlik ərazilər. Yəni çoxdan aza doğru bu formada düzülür. Ən azı isə orta dağlıqdadır. Günəş saatları miqdarına baxaq. Günəş saatlarının illik miqdarı günəş radiasiyasının paylanmasından asılıdır elə. Onunla paralel gedir. Ən çox radiasiya harda idi? Naxçıvanda. Deməli, ən çox günəş saat da buradadır. Bu nə deməkdir? Yəni il ərzində, bir ildə nə qədər saat varsa, onun baxıblar görüm hələ nə qədərində günəşli saat müşahidə olunub, hava günəşli olub. 1800-2900 saat Azərbaycanda günəşli saat qeydə alınıb. Deməli, illik miqdar bizdə 1800-2900 saatdır. Ən çox hardadır? Naxçıvanda 2900 saat bölü il. Sonra isə Kür-Arazda, Ceyrançöldə, Abşeronda 2200-2400 saatdır. Baxın, Böyük və Kiçik Qafqazın Dağətəyi Orta Dağlığında günəş saatlarının miqdarı da xeyli azdır. Niyə azaldı? Çünki buludluq artdı. Yüksək dağlıqda isə buludluğun azalmasına bağlı olaraq günəş saatları miqdarı yenidən artır. Ən aşağı göstərici hardadır? Təbii ki, alçaq dağlıq ərazilər, Lənkəran ovalığı, Şollar düzü. Ümumiyyətlə, Lənkəran ovalığı və Şollar düzü elə radiasiyanın da ən az olduğu yerlər idi və günəş saatlarında ən az olduğu yerlərdir. Daha sonra keçirik
temperatura. Azərbaycanda havanın orta illik temperaturu düzənlik ərazilərdə 14-15 dərəcə Selsi arasındadır. Dağlara doğru 2000 metrdə 4-5 dərəcə Selsi orta illik temperaturdur. 3000 metrdən yüksəkdə isə 1-2 dərəcə Selsi olur. Orta illik temperatur bizim üçün nəyə görə vacibdir? Orta illik temperaturun 10 dərəcə Selsidən yüksək olması əkinçilikdə, yəni kənd təsərrüfatında böyük əhəmiyyətə malikdir. Yəni əgər orta illik temperatur 10 dərəcə Selsidən yüksəkdirsə, deməli əkinçilik üçün əlverişli şərait var həmin yerdə. Baxaq indi temperatura. Orta illik temperatur Cənub-Şərqi Şirvan düzüdür, Səlyan düzüdür, Neftçala, Cəlilabadın bir hissəsi, Səlyan rayonu, Kürdəmir, həmçinin Ağdaş, daha sonra Şirvan düzünün bir hissəsidir bura, Zərdab. Bu rayonlar, bu ərazilərdə də orta illik temperatur çox yüksəkdir, yəni 14-15 dərəcə Selsidir. Ətraf ərazilərdə elə 14-15 aralığındadır və dağlara doğru qalxdıqca isə görürük ki, orta illik temperatur azalır. Ümumiyyətlə testdə sual verə bilər ki, orta illik temperaturun azalmasına doğru rayonları düzün. Onda başlayacaqsınız bax burdan, Xəzər sahilindən. Başlayacaqsınız üzü qərbə doğru, yəni dağlara doğru daha doğrusu, orta illik temperatur azala-azala gedəcək. Daha sonra bu iyun ayının orta temperaturudur. İyun ayında görürük ki, Azərbaycanda ən yüksək temperatur harda olub? Naxçıvanın bu Araz boyu düzənliyindədir. Daha sonra isə digər ərazilərdir. Əsas məsələ burada qışdadır. Nəyə görə? Çünki yarımsəhra quru çöl iqliminin 2 tipini keçmişdik. Qışı mülayim keçən, bir də qışı soyuq keçən var idi. Deməli, qışı mülayim keçən, yayı isti quraq olan yarımsəhra quru çöl iqlimi Abşeron, Qobustan, Samurdağ və Çovalığı, Min, Muğan düzləri, Ceyhan, İncə, Hərami düzü, Ceyran çölü, Acınoğrun bir hissəsidir. Bax bu ərazilər qışı mülayim keçir. Ona görə də baxın, qış temperaturu sıfırdan yuxarıdır. Yəni qış mülayimdir, temperatur mənfiyə düşmür. Amma Naxçıvanda isə qışı soyuq keçən yarımsəhra quru çöl iqlimi idi. Ona görə də qışda temperatur -3 və daha aşağı qeydə alınır. Yəni qış soyuq keçən yarımsəhra quru çöl iqlimində temperatur qışda mənfiyə düşür. Daha sonra keçirik yağıntının paylanmasına. Yarımsəhra quru çöl iqlimi dediyimiz yerlər ki var idi. Bir dəqiqə. Deməli, yarımsəhra quru çöl iqlimində bilirik ki, illik yağıntının miqdarı da elə 200-400 millimetr olur. Yəni Kür-Araz ovalığıdır, Samur dəvəsidir, Abşeron, Qobustan bu ərazilərdə illik yağıntının miqdarı da elə 200-400 millimetrdir. Ən az yağıntı Azərbaycanda harda qeydə alınıb? Abşeronun cənubunda, Ələtdə, yəni Buta qəsəbəsində, bax burada qeydə alınıb 150 millimetr, yəni 200 millimetrdən daha az orta illik yağıntı düşür. Bu həm belə deyək də, dəniz səviyyəsinin aşağıda yerləşməsi, tropik havanın kütləsinin bura təsiri, bu bir çox amillər təsir edir. Nəticə etibarilə orta illik yağıntının ən az miqdarı bax bu ərazidə qeydə alınıb. Ən çox yağıntı harda qeydə alınıb? Talış dağlarının ətəklərində, ümumiyyətlə Cəcran kəndində ən çox indiyə qədər yağıntı qeydə alınıb. Və ümumiyyətlə Talış dağları da Azərbaycanda ən çox yağıntı düşən yerdir. 1000-1600 millimetrdir. Böyük Qafqazın cənub yamacı da həmçinin 1000-1600 millimetr yağıntı düşən yerdir. Ümumilikdə görürük ki, dağətəyə və orta dağlığa doğru getdikcə, yəni dağa doğru qalxdıqca yağıntıların miqdarı artır. Məsələn, Naxçıvanda da 200-400 idi, daha sonra oldu 600, 400-600 millimetr, sonra isə 600-1000 millimetr. Həmçinin Kiçik Qafqaz dağlarında da əvvəlcə düzənlik ərazidə 200-400, sonra Qarabağ silsiləsidir, bax bura, Qarabağ silsiləsi. Qarabağ silsiləsində 400-600 yağıntının miqdarı, 400-600 millimetr, daha sonra çıxdıq dağlara, dağlarda orta dağlıq və yüksək dağlıqda isə 600-1000 millimetr yağıntı düşür. Həmçinin Kür-Araz ovalığı, bir də bir şey qeyd etmək lazımdır. Bu yarımsəhra quru çöl iqlimi olan hər yerdə yağıntının miqdarı 200-400 deyil. Məsələn, Acınoğurda, Göyçay ətrafında bu ərazilərdə yarımsəhra quru çöl iqlimi olsa da yağıntının miqdarı 400-600 millimetr təşkil edir. Daha sonra nəyə qeyd etmək istəyirdim? Bu Talış dağlarında belə bir inversiya var. Radiasiyada da bayaq bunu dedik. Fikir verin, burada rənglər yenidən yaşıla doğru gedir və daha açıq olur. Yenə də deyirəm, burdan yayda ümumiyyətlə isti tropik hava kütləsi İran üzərindən gəlib Azərbaycana bu Talış dağlarına təsir etdiyinə görə bu ərazidə Talış dağlarında inversiya var. Normalda dağa doğru qalxdıqca yağıntının miqdarı artmalıdır, Talış dağlarında azalır. 300-500 millimetrə qədər azalır yağıntının miqdarı, çox az düşür. Hətta dağda olan o dərələrə daha az düşür yağıntı. Daha sonra var mümkün buxarlanma. Mümkün buxarlanma nədir?
Yəni buxarlanma qabiliyyəti. Buxarlanma qabiliyyəti harda çox olar? Təbii ki, temperaturun çox olduğu yerlərdə. Yəni bu Kür Araz ovalığıdır, Samur dəvəsidir. Bu ümumiyyətlə Azərbaycanın Naxçıvanın bu Araz bölgəcənlikləridir. Yarımsəhra qurçöl iqlimi olan yerlərdə, yəni ya isti olan, ümumiyyətlə temperaturun yüksək olduğu yerlərdə mümkün buxarlanma, yəni buxarlanma qabiliyyəti yüksəkdir. Amma yağıntı çox az düşdüyünə görə buxarlanma özü kiçik olur. Yəni qabiliyyət yüksəkdir, çünki temperaturu yüksəkdir, amma yağıntı az olduğuna görə mümkün yəni buxarlanma burada az olur. Mümkün buxarlanma qabiliyyəti yüksəkdir, buxarlanma özü azdır, çünki yağıntı yoxdur. Daha sonra Naxçıvanın Araz bölgəcənliklərində 1400 millimetrdir. Alçaq və orta dağlıqda mümkün buxarlanma, yəni buxarlanma qabiliyyəti 600-800 millimetrdir. Yüksək dağlıqda isə 300-400 millimetrə çatır. Bu qədər.